Videoda görürsünüz, bu masallı qaylarıdır. Hərbi formada mıxlayırlar, yeyib içirlər. İndi düşəcəklər, içəndən sonra düşəcəklər millətin canına. Həmən bu yeyib içməkdə xərclədiyi pulları başlayacaqlar din sakinlərdən, kasıb-küsubdan yığmağa. İlham Əliyev, bax sənin ətrafın da sənin kimi alkaşdır, sənin kimi şərəfsizdir. Görürsən, bax yeyib içirlər, amma adi sakinlər bu dəqiqəsində oturub orada yeyib içib maşına otursaydılar, sırası sən onları cərimə eləyəcəkdin və nə bileyim 700-800 manatda pul alacaqdın. Bax, bəs bu formada yeyib içən bu qaylara nə deyək biz? Hə? Bax, indi bax, yeyib içəcəklər alkaş yığınağı. Millətdən yığdığı haram pullardır, haram rüşvətlərdir. Bax, hamısını qarınlarında yeyirlər. Haram xoşunuz olsun. Zaten siz dünyanın en boynu yoğun polislərisiz.